Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillahi ve ba'd. Və biz yetişdik sizinlə 268-ci ayəyə və buyurur ki, Rəbbimiz Əş-şeytan yə'idukumul fəqra və yəmurukum bil fəhşə. Şeytan sizə deyir, kasıblığı vəd edir və pis işləri görməyi əmr edir. Vallahu yə'idukum məğfirətən minhu və fadlə. Vallahu vasiun alim. Allah isə sizə deyir, özündən bağışlanmağı və fəziləti vəd edir. Allah genişdir, yəni varlıdır və biləndir. Buyurur ki, İmam Bəğəvi rahimehullah, Ey yuxavvifukum bil faqr, yəni şeytan sizi deyir, qorxuzur kasıblıqla. Və kasıblıq insanın halının pis olması və əlinin aşağı olmasına deyilir. Ayənin mənası da budur ki, İmam Bəğəvi buyurur ki, Ənə şeytan yuxavvifukum bil faqr və yəqulu lirracul. Şeytan deyir, sizi deyir, kasıblıqla qorxuzaraq bir kəsə deyir, söyləyir ki, əmsik ələykə mələk fə innəkə idə təsaddaqtə bihi iftəqart. Deyir, malını tut, saxla deyir, xərcləmə. Çünki xərcləsən deyir, kasıb olacaqsan. Subhanallah. Və yəmurukum bil fəhşə, həmçinin fahiş şeyləri əmr edir. Ey bil buxul və mən'iz zəkat. Yəni fikir verin, fahiş şeylər nəyə deyilir? Buyurur ki, fahiş şeylər, gör nəyi zikr edir? Paxıl olmaq. Subhanallah. Paxıl olmaq fahişlikdir. Fahiş əməldir. Və eləcə də həmçinin zəkatı verməmək fahiş əməldir. Və Kəlbi buyurur ki, kullul fəhşə fil Qur'an fəhuvə zina illə hədə. Quran-ı Kərimdə bütün fahiş adında nazil olan, yəni adlar, fahiş adında nazil olan ayələr hamısı zinanı qəsd eləyir. Yalnız bir dənə bu ayədən başqa. Yəni bu ayədə məqsəd, yəni fahiş sözündən nədir? İnsan paxıl olması və zəkatı verməməsidir. Çünki biz bundan qabaqki ayələrdə də toxunduq. Bu ayələr aiddir nəyə? Aiddir, yəni Allah yolunda insanın zəkat verməsi və sədəqə verməsi. Və sonra buyurur ki, Rəbbimiz deyir ki, Vallahu ya'idukum məğfirətən minhu ey li zunubikum. Yəni Allah sizə özündən bir məğfirət vəd verir. Yəni günahlarımızın bağışlanması üçün. Və fadlə ey rizqan və xaləfə. Eləcə də həmçinin fəzilət vəd verir. O fəzilət nədir? Ruzu və insanın özündən sonra törəmələr qoyub getməsi, yəni salihlər. Vallahu vasi'un ganiyyun. Yəni Allah genişdir, yəni varlıdır. Əlim və biləndir. Və sonraki ayədə isə buyurur ki, yu'til hikmətə mən yəşə. Allah deyir, istədiyinə hikməti verir. Bu ayədə buyurur ki, suddi, hikmət burada deyir, peyğəmbərlikdir, məqsəd. İbn Abbas isə Allah ondan ortasından razı olsun və Qatədə buyururlar ki, Quranın elmi, onun nəsx edən ayələri və mənsux olan ayələri, onun möhkəm olan ayələri, mütəşabih olan ayələri, öndə gələn və axırda gələn halal və haram olan ayələrini öyrənməkdir. Fikir verin, yəni hikmət nədir? Və bunlardır. Bunu kim deyir? İbn Abbas və Qatədə. Yəni o insana ki, Quranın elmi verilib. Yəni Quranla məşğuldur. Öyrənir, nəsx olan ayə hansıdır
hökmü silinən ayə hansıdır? Mənsux ona deyirlər. Nasix, yəni nəsx edəndir. Yəni bir şeyi siləndir. Mənsux, yəni silinmiş. Yəni hökmü silinmiş ayələr. Həmçinin muhkəmuhu və mütəşabihuhu. Yəni Allahın möhkəm və mütəşabih ayələri. Yəni möhkəm ayələr nədir? Hökm ayələri. Ayələr ki, orada hökmlərdir, Allahın hökmləridir. Aydındır? Allahın hökmləri olan ayələr açıq aydındır. Yəni onların şərhə ehtiyacı yoxdur. Mütəşabih olan ayələr isə oxşar olan ayələrdir. Yəni zahirində oxşuyur nəyəsə. Lakin ehtiyac var ki, mütləq onun neynəyəsən? Təfsirinə varasan. Təfsirinə daxil olasan. Çünki təfsirinə girməsən, zahirin götürsən, azacaqsan. Subhanallah. Və o ayələrdən biridir ki, necə ki, xavariclərin gətirdiyi ayədir Quran-ı Kərimdən ki, فَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Allahın nazil etdiyinə hökm verməyən, onlardır kafirlərdir ayəsi. Zahirində, belə baxanda görsənir ki, Allahın nazil etdiyinə hökm verməyən insan kafirdir. Yəni, orada gəlmir ki, ayədə desin ki, yəni, şeylərdir, yəni prezidentlərdir ancaq hökm verən. Yox, xeyr. Ümumən deyir Allah. Allahın nazil etdiyinə hökm verməyən. Fərqi yoxdur. Kimliyi nasıl olmaq istəyir? Prezident olsun istəyir, adi insan olsun. Kim ki Allahın nazil etdiyinə hökm vermədisə, deməli o kafirdir. Lakin ayənin təfsirinə gedəndə görürsən ki, İbn Abbas nə deyir? Deyir ki, xeyr. Yəni burada heç də sizin deyir, fikirləşdiyiniz o küfür deyil. Bu kiçik küfürdür. Aydındır. Yəni bu elmləri Allah veribsə kiməsə, yəni Quranın elmlərini ona hikmət verilib. Bu ayə ona dəlildir ki, yu'til hikmətə mən yeşə. Allah istədiyinə hikmət verir. İbn Abbas da toxunur ki, yəni bu şeyləri həmçinin Qurandan halal və haram ayələrini öyrənir. Və onun mislində olanlar. Və Dahhak buyurur ki, hikmətin verilməsi həmçinin deyir Qurandır. Vəl fəhmu fihi. Subhanallah. Yəni Quran vəl fəhmu fihi. Yəni və onu deyir başa düşmək. Yəni insanlar var ki, onlara Quran verilib, lakin onu düz başa düşməyiblər. Nə çox büyünləri baxsan ki, hətta xavariclər var ki, onlar Quranı əzbər bilirlər. Sahabələrin vaxtından. Hətta Əli ibn Əbi Taliblə döyüşənlər, Harurədə olan xavariclər, İbn Abbas deyir ki, biz onlara hücum eləyəndə, o vaxt ki, Əli radiyallahu anh dedi ki, hücum edin. Yəni, onlar orada 6000 şəxs idilər. Deyir, hücum edəndə deyir, onlara deyir, onların qoşunundan deyir, Quran səsi gəlirdi. Yəni, fikirləş ki, sahabələr böyük bir qoşunla hücum edirlər onlara. Onlara yəni, atlar kişniyə yəni gedir qabağa, hə? Və qabaqdakı düşmandır da, yəni sən onu öldürəcəksən. Onlardan əksəriyyətidir Quran hafiz idi. Və hamısı Quran oxuyurdu. Yəni, sən özündə təsəvvür elə ki, Quran əzbər bilən insanlara hücum edirsən, əlində qılıcın olaraq öldürməyə. Və hamısı Quran oxuyur, Quranın da səsi gəlir sənə. Gör, necə olar insan. Yəni, ona görə məqsəd deyil ki, insan tək ki, Quranı nədir, əzbər bilir. Bu günləri sufi təriqətləri var, hansılar ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrindən və eləcə də həmçinin övliyaların qəbirlərindən yalayırlar, qəbirləri gecə gündüz, nə bilim, da nəylər eləmirlər, şirk, küfür, hər bir şey, Quran hafizdirlər. Və Quran hafizlər yetişdirirlər. Türkiyədə və qeyri yerlərdə məsələn görərsən. Hətta Quran özündə də. Və sonra görürsən ki, özlərinin məclisləri var, zikir məclisləri, elə bir ki, uçurlar. Yəni, subhanallah, yəni. Mənim, onlar Quranı fəhm ediblər. Ona görə fikir verin ki, nə deyir? Dahhak, rahimallah, deyir ki, hikmət odur ki, insana Quran verilə, yəni sən Qurandan nəyisə əzbərləyirsən və onu həmçinin düz başa düşəsən. Vəl fəhmu fi, yəni fəhm edəsən onu.
Yəni fəhm etmək, qardaşlar, o demək deyil ki, nədir? Quranı qoyursan öz ağlıva və necə sən başa düşmüsənsə, o cürə onu talkavat eləyirsən. Yox, xeyr. Fəhm odur ki, nədir? Necə Allah Quranda deyir, Davud əleyhissalam deyir ki, və fəhəmnəhə Süleyman. Biz deyir, Süleymana deyir, fəhm verdik. Davudun oğlu Süleyman barəsində. Yəni, fəhm Allahdandır və o qazanılan bir şeydir. İnsan onun üçün elm öyrənməlidir, çalışmalıdır. Yəni, Quran elmlərini öyrənməlidir ki, hətta o fəhmə çatsın, düzgün başa düşməyə. Və onun üçün də qayıtmalıdır hara? Peyğəmbər sallallahu aleyhi ve sellemə, onun sahabələrinə. Və sonra buyurur ki, İmam Bəğavi və rava İbn Əbi Nuceyh anhu el-isabətə fil qavli vəl fi'l. Subhanallah. İbn Əbi Nuceyh deyir ki, həmsinin Dahhakdan rivayət eləyərək, deyir ki, sözdə və əməldə muvafiq olmaq. Subhanallah. Bilirsiniz nə deməkdir? Yəni, sən bu günləri hərdən olur belə şeylər. Məsələn, tutaq ki, bir dənə hədis eşitirsən və yaxud da Qurandan bir ayə və sən çalışırsan ki, o ayəni başa düşəsən. Aydındır? Çalışırsan o ayəni başa düşəsən. Və sənin fikrində bir şey canlanır. Yəni, o ayənin başa düşməsi üçün, yəni məqsəd nədir? Ayədən Allah nə istəyir? Yəni, sən onu özündə düşünürsən və sonra ona əməl edirsən. Aydındır? Yəni, özündə hələ bir ki, sənə bir ilham kimi bir şey gəlir. Yəni, o ayə barəsində. Çalışırsan, fikirləşirsən, tədəbbür eləyirsən ayə barəsində və sonra sənə zahir olur ki, məsələn, hansısa bir dərsə qulaq asırsan, hansısa bir kitab oxuyursan, həmən ayə çıxır və ona necə onu Peyğəmbər sallallahu aleyhi ve sellem o ayəni, yəni o ayə nə üçün nazil olub və o ayəyə necə əməl ediblər. Peyğəmbər sallallahu aleyhi ve sellem o sahabələri. Görürsən ki, subhanallah, sən də o cürə əməl etmirsən. Bu nədir? Bu müvəffəq olmaqdır. Allah müvəffəq eləyir hərdən öz qullarını. Nə ilə? Diqqətli olun. Elə belə oxuyub keçməklə yox, tədəbbür etməklə. Ona görə Quranda Allah Azze və Cəllə başqa surədə buyurur ki, Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubin əqfəluhə. Onlar deyir, Quran barəsində fikirləşməzlərmi? Yoxsa deyir, onların qəlblərinə qıfıl vurulub. Yəni, Quran barəsində fikirləşmək, tədəbbür etmək özü nədir? Özü bir növ qapıdır elmə, həmçinin o ayəni başa düşməyə. Çünki tədəbbür etməyi fikir verir. Allah zəmanət verir ki, o insan ki, tədəbbür edəcəksə Quranı, yəni fikirləşəcəksə o ayələri, aydındır, onların hikməti nədir, istəyi nədirsə, Allah ona ilham edir o elmi. O elmi ona ilham edir. Yəni, o elmi ona verir. Tədəbbür etməklə insan hətta Allahın istəklərini neyə bilir? Başa düşə bilir. Çünki Allah zəmanət verir. Yəni, zəmanət verib ki, nədir? Allah özü ona kömək eləyəcək. Ona görə hətta Şeyxülislam İbn Teymiyyə rahimehullah Dəməşqdə türməyə atılanda deyir ki, əlimdə bir qələm idi, bir də kitabım. Yəni, bir də kitabım idi, deyir. Bütün nə faydam olurdusa, yəni nə fayda olurdusa, yazırdım, deyir, o kitaba. Və deyir, gəldilər, deyir, aldılar, deyir, kitabımı, deyir, əlimdən. Qaldım mən və qələm. Və İbn Teymiyyə buyurur ki, rahimallah, başladım, deyir, o qələmlə, deyir, divarları yazmağa. Ona görə hətta indiyə qədər deyirlər ki, o, yəni İbn Teymiyyə qaldığı türmənin divarlarında yazılar qalıb. Aydındır. Və deyir, başladım, deyir, divarları yazmağa. Və deyir, yazdım, deyir, divarları, gəldilər, deyir, qələmimi də əlimdən aldılar.
və ondan sonra isə deyir, qaldım tək öz başına. Nə kitabım var, nə qələmim. Və deyir, başladım deyir, Quran-ı Kərimi hifzdən qiyamda durub oxumağa. Yəni qiyamda dururdum, namazlar qılırdım nafilə və Quranı oxuyurdum və tədəbbür eləyirdim hər ayə barəsində. Oxuduqca, yəni fikirləşirdim o ayə barəsində ki, Rəbbim bu ayədə nə deyir? Subhanallah, fikir verin İbn Teymiyyanın sözünə. Deyir ki, vallahi deyir, Allah deyir mənə elə elmlər açdı ki, deyir. Yəni o tədəbbür etməyimdən Quranı. Mən əgər bunu bilsəydim, deyir, əvvəldən mən heç deyir, bir dənə kitab yazmazdım. Yalnız tədəbbür edərdim. Yəni Quranı əzbərləyib, oxuyub, onun hər bir ayəsini fikirləşərdim. Tədəbbür edərdim. O ayə barəsində fikirləşərdim. Deyir, Allah deyir, mənim qabağıma deyir, elə məsələlər açdı deyir, yəni ondan qabaq deyir, mənim qabağıma elə məsələlər deyir, açılmamışdı. Yəni ona görə, yəni nə deyir, fikir verin, hətta İbn Əbi Nuceyhin dediyi sözdə nədir? İsabə fil qavli vəl fi'l. İnsanın deyir, isabət etməsi, yəni uyğun olması sözə və əmələ. Yəni söz və əməl burada nədir? Yəni Allahın dediyinin düzgün başa düşülüb ona əməl edilməsinə. Allah tərəfdən istənilən şey nədir? Tələb olunan nədir? Və qalə İbrahimun Nəxə'i mə'rifətu mə'aniyəl əşyai və fəhmihə. Həmçinin İbrahimun Nəxə'i buyurur ki, rahiməhullah, həm də əşyaların deyir, mənalarını başa düşmək, onları fəhm etmək. Bunlar hamısı qayıdır nəyə? Quran elminə. Yəni sözlər, hər bir sözlər ki, mənaları nədir? Bu şeyləri öyrənmək. Və bura daxil də həmçinin ərəb dili. Çünki yəni dil mühümdür və ən böyük açardır. وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ اُوْتِيَ خَيْرًا كَثِيرًا. Uca Allah buyurur ki, ayanın davamında kime deyir hikmet verilipsə, Huki anil Hasan-el Basri qal, Hasan-el Basri'dən hekayət olunaraq deyilir ki, yəni hikmət verilibsə, kimə hikmət verilibsə, ey vara'u fi dinillah. Yəni Allahın dinində ona vara' verilib. Vara' bir növ nədir? Yəni təqvanın növlərindəndir. Yəni təqva insanın Allahla öz arasında günahlarla Allahla və günahlarıyla öz arasında bir pərdə çəkməsidir. Yəni bu təqvadır. Vara isə nədir? Vara odur ki, insan elmlə, yəni elmlə hətta yəni mübah olan şeylərdən belə neynir? Uzaqlaşır. Və hər bir mütəşəbih olan, yəni şübhəli olan şeylərdən belə uzaqlaşır. Yəni onlara yaxın getmir. Yəni bu vara elə bir ki, ondan daha biraz yuxarıdır. Bu elmlə əmələ gələn bir şeydir. Və buyurur ki, deməli, yəni kimə hikmət verilibsə, yəni ona Allahın dinində vara verilib, yəni elmdən sonra. Fəqad utiyə xeyran kəsira, o insana böyük bir xeyir verilmişdir. Qaləl Həsən, mən u'tiyəl Qur'an fəkənnəmə udricətin nübuvvətü beynə cənbeyhi illə ənəhu ləm yuhə ileyh. Və bu da hədisdir. Yəni buna hədis var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin Həsən-ül Basri'nin bu sözünü. Həsən-ül Basri buyurur ki, kimə Quran verilibsə elə bir ki, ona peyğəmbərlik dərəcəsi verilib. Öz önündə baxmayaraq ki, ona vəhiy olunmasa da. Subhanallah, məqsəd burada, yəni diqqətli olun, yenə də söhbət getmir neydən? Quran, fəqət mücərrad Quranı elə-belə adi əzbərləməkdən. Quran əzbərləyənlər var ki, baxırsan ki, sigaret çəkib gəzir küçədə. Ərəb ölkələrinə gəlsiniz, görərsiniz. Quran əzbərləyənlər var ki, diskotekadan çıxır. Aydındır? Axmaq yerlərdədir və s. Yəni, söhbət ondan getmir, söhbət ondan gedir, yəni Quranı əzbərləyən, onu tədəbbür edən
və onun necə götürdüyü əhkamlarına əməl edən insandır. Və həmçinin bu barədə hədis Hakim öz Mustadrakında rəvayət edib Abdullah ibn Amr'dan buyurur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dedi ki, "Mən qara'al Qur'an." Yəni fikir verin. Kimdir Quranı oxuyarsa, fəqad istadracan nubuwwete beyne cənbeyh, qeyrə ennehu la yuha ileyh. Deyir, elə bil ki, deyir, o peyğəmbərlik qarşısında olan peyğəmbərlik dərəcəsinə qalxmış kimi olar, baxmayaq ki, deyir, ona deyir, nədir? Vəhy olunmasa da. Yəni, Quran özü Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə vəhy olub, düzdür? Yəni, Cəbrailin vasitəsilə Allah tərəfdən vəhy olub. Yəni, Quran oxunurdu, Peyğəmbər sallallahu əleyhi və səlləm o Quranı götürürdü. İndi bu günlərə o Quran açıqdır. Yəni, hamısının qarşısındadır. Kim istəsə oxumaq əlindədir. Aydındır? Və onu sənin oxumağın elə fikir ver. Yəni, onu sənin oxumağın bir növ nədir? Elə bir ki, Peyğəmbərlik sənin düz gözünün qabağındadır. Yəni, qarşındadır. Baxmayaraq ki, bir dənə qalıb nə? Qalıb ki, yəni o Quran sənə vəhy olunmayıb. O vəhy olunub Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm. Lakin həmən Qurandır ki, sənin əlindədir. Və sən onu oxuyursan. Hər dəfə oxuyursan, yəni onu bitirirsən, xətm edirsən, sonra təzədən oxuyursan. Xətm edirsən, sonra təzədən oxuyursan. Ona görə, yəni insan həris olmalıdır, hətta Quranın oxumasını öyrənməyə. Və qabaqda Ramazan ayı gəlir. Və hər Ramazan ayında Peyğəmbər sallallahu əleyhi və səlləm yəni o ayda böyük bir vaxt ayırardı Qurana. Və ne toka yəni bir dənə Ramazan ayıdır. Yəni fəqət Ramazan ayıdır ki, ancaq Ramazan ayında gərək oxuyasan Quranı. Yox, başqa aylarda da oxunur. Lakin Ramazan ayında daha çox oxunur. Çünki Ramazan ayı özü Quran ayıdır. Yəni Quran Ramazan ayında nazil olub. Və buyurur ki, İmam Bəğvi Rahiməllah, və buyurur ki, fəqad utiyə xeyran kəthira, yəni bunu oxuduq. Və mə yezzəkəru illə ulul əlbəb. Yəni bunu deyir, yalnız ağıl sahibləri xatırlayar. Yəni bu moizədən yalnız ağıl sahibləri ibrət götürər. Və növbəti ayədə isə buyurur ki, Rəbbimiz və mə ənfəqtum min nəfəqətin əv nəzərtum min nəzərin fə innəlləhə ya'ləmuh. Buyurur ki, Allah yolunda nə infaq etsəz və nə nəzir versəz, Allah azə və cəllə onu bilir. Buyurur ki, fīmə faradallahu aleykum, yəni Allah yolunda nə infaq etsəz, yəni sizə fərz olunanlardan. Yəni məqsəd burada nədir? Zəkat, yəni zəkatın verilməsi. Və həmçinin nəzir versəz, yəni nəzir də odur ki, mə əvcəbtumuhu əntum alə ənfusikum fi ta'atillahi fəvəffəytum bihi. Yəni nəzir odur ki, insan öz-özünə bir itaəti Allah üçün vacib edir və sonra ona vəfalı olur. Yəni nəzir birincisi Allah tərəfdən əmr olunmamış bir ibadətdir. Yəni lakin əmr olunmayıb o. Lakin o özü ibadətin növündəndir. Yəni Allah deməyib bizə nədir? Nəzir verin. Yox, Allah deyib ki, nəzirinizə vəfalı olun. Nəzir də nədir? İnsan öz nəfsinə bir şey vacib edir. Allah üçün. Yəni Allaha itaət olaraq öz nəfsinə bir şey vacib edir. Deyir ki, məsələn, filan işim düzəlsə, mən bir qoyun kəsəcəm, məsələn.
Aydındır. Və bu vaxtı Allah Azze ve Celle deyir nədir? O dediyin nəzrinə vəfalı ol. Çünki sən onu ibadət məqsədi ilə Allaha demisən. Şək yoxdur ki, bu nədir? Allah onu səndən qəbul edir və yəni bunu deməyivə görə və həmçinin vəfalı olmağı əmr edir. Baxmayaraq ki, Allah sənə onu əmr etməyib. Yəni ki, get, sən nə bilim qurban filan peşman. Yox, deməyib. Lakin insan özü-özünə onu vacib edir. Və uca Allah buyurur ki, yəni ona nə olur? Yəni vəfalı. Yəni vəfalı olmaq nədir? Vəfalı olmaq odur ki, insan yəni elə bir ki, şərt kimi qoymamalıdır. Yəni istədiyi şeyin düzəlməsində ki, o şey düzəlsin, mən sonra, yəni ya Rabbi, sonra sənin yolunda verəcəm. Və yaxud da bu şeyi edəcəm. Aydındır? Yox, xeyr. Yəni o cürə şərt kimi qoymaq olmaz. Ona görə vəfalı olmaq odur ki, insan, necə alimlər buyurur, əgər nəzir demisənsə, ən gözəli odur ki, insan nəzirini deyib, onu yerinə yetirə, hətta o iş düzəlməmişdən qabaq. İstər düzəlsin, istər düzəlməsin, fərqi yoxdur. Əgər nəzir dedinsə, ən gözəli odur ki, sən onu qabaqcadan yerinə yetirəsən. Sən onu qabaqcadan yerinə yetirdinsə, o Allaha daha sevimlidir. Aydındır? O daha sevimlidir. Və hətta alimlərimiz buyururlar ki, ola bilsin ki, insan hətta o cürə etdiyinə görə, yəni vəfalı o cürə olduğuna görə, hətta işinin düzəlməmişdən qabaq dediyi nəzirini yerinə yetirməyinə görə Allah Azze ve Celle sana o işi daha tez düzəltsin. Və ən pisi də odur ki, insan özünə elə bir şeyi vacib edir ki, hansı ki, gücü ona çatmayacaq. Onun əlində deyil. Və sonra görürsən ki, nə olur? Və sonra elə bir vəziyyətə gəlir, çıxır ki, iş düzəlir və həmən nəzir yaddan çıxır. Aydındır, həmən nəzir ki demişdik, yaddan çıxır. Çünki şeytan unutturur. Və buyurur ki, sonra İmam Bəğvi Rahiməllah, فَإِنَّ اللّٰهَ يَعْلَمُهُ يَحْفَظُهُ حَتَّى يُجَازِيكُمْ بِهِ. Yəni Allah bilir deyir sizin o Allah yolunda verdiğiniz zekatı, dediğiniz nəziri, vəfalı olduğunuzu bilir, yəni qoruyub saxlayır. Hətta deyir ona görə sizə mükafat vermək üçün. وَمَا لِلظَّالِمِينَ min ənsar. Yəni fikir verin, ayənin sonun gör nə ilə bitirir. Deyir, zalimlara sən deyir, kömək edən tapmazsan. Subhanallah. Yəni, zəkatın verməyən insan zalimdir. Nəzirin yerinə yetirməyən insan zalimdir. Buyurur ki, İmam Bəğəvi, Əl-vadi'inə sadaqətə fi qeyri mavdi'ihə, deyir, sədəqəsini düzgün yerə verməyən insan, məqsəd burada düzgün yerə verməmək, bir riyə və yətəsaddaqunə minəl haram, yəni riyakarlıqla sədəqə verən. Bir insan nə edir? Sədəqə verir, lakin riyakarlıqla verir. Özünü göstərmək üçün, qoyursunlar ki, yəni bu da nədir? Bu da yəni maşallah şedridir. Yəni səxavətlidir, əli açıqdır və s. Lakin onu edir ki, yəni onu tərif etsin. Yəni riyakarlıq üçün. O insan zalimdir. Və eləcə də həmçinin buyurur ki, haramdan deyir sədəqə verənlər. Yəni haram şeydən qazanır və ondan sədəqə verir. Yəni o insan zalimdir. Ona görə bu günləri o necə o dırnaq arası bəziləri var, onlar deyirlər nədir? Biz deyir işə baxırıq, kimin borcu var, gedirik onu qısırıq divara, çəkirik təpəsinə nə bilim tapancanı filan, bıçağı boğazına, ondan borcunu alırıq və bir qismi də bizimdir və sonra onlar nə edirlər? O qismdən güya Allah yolunda verirlər, yəni kömək edirlər başqalarına. Güya deyirlər ki, kimdənsə alırıq, varlıdan alırıq, kasıba veririk və s. Allah hamısı haramdır.
Çünki o yol özü nədir? Haramdır. Haram yolla əldə olunan şeylərdir. Ona heç yaxın durmaq olmaz. Və buyurur ki, sonra İmam Bağır rahimehullah min a'vanin en yedfa'un azaballahi anhum ve hiye cem'u nasir mislu şerifin eşraf. Deyir onlara deyir o zalimlere sen deyir kömək edən tapmazsan, kömək edən yəni o kömək edənlər ki onlardan Allahın əzabını neyləsinlər, müdafiə etsinlər. Mümkün deyil. Mütləq ki Allahın əzabı onlara toxunacaq. Və növbəti ayədə isə buyurur ki, İn tubdu sadaqati fe ni'immahi. Əgər deyir siz sədəqələrinizi zahir etsəz, necədir gözəldir. Ey ni'mət əl-xislatu hiyə. Yəni diqqətli olun. Biz danışdıq neydən? Riyakarlıqdan. Lakin burada deyir ki Rəbbimiz bu ayədə 271-də əgər siz sədəqələrinizi deyir zahir etsəz, yəni zahirdə versəz o sədəqəni. Burada məqsəd və in tuxfuha tusirruha və tu'tuha'l fuqara ey tu'tuha'l fuqara fisir fehuve hayrul lekum. Yəni əgər yoxsa və yaxud da deyir siz deyir onu gizlətsəz və onu kasıblara versəz, fağırlara, o sizin üçün deyir daha xeyirlidir. Zahir etsəz də gözəldir. Gizlətsəz daha xeyirli, daha əfsəldir. Burada məqsəd əziz qardaşlar zəkatdır. Və buyurur ki İmam Bağvi rahimehullah afdalu və kullu məqbulin izə kənət niyyə sadiqa. Yəni daha fəzilətli olan odur ki nədir? İnsan və kullu məqbulin izə kənət niyyə sadiqa. Yəni insanın niyyəti sadiq olan. Bu bir. Velakin sadaqatü sirri afdalu. Lakin gizlində sədəqə vermək daha fəzilətlidir. Gizlində sədəqə vermək daha fəzilətlidir. Və həmçinin buyurur ki, və qilə əl-ayətu fi sadaqatı tatavvu. Həmçinin deyilib ki, bu ayəyə aiddir, yəni ümumi yəni sədəqələr. Yəni tatavvu, nafilə sədəqələr. Və buyur ki İmam Bağvi rahimehullah və əmmə zəkatul məfruda fəl-izharu fiyhə əfdal. Fikir verin. Amma deyir, zəkata gəldikdə isə, fərz olan zəkata, fəzilətli budur ki, ona verən insan onu zahir edə. Hətta yəqtədi bihin nəs. Hətta insanlar deyir, ona tabi olsunlar o əməldə. Yəni, diqqətli olun. Baxın, sədəqə də, zəkat da, bunlar da ikisi də Allah yolunda nədir? İnfaq edilən maldır. Lakin zəkat əziz qardaşlar nədir? Fərzdir. Zəkat fərzdir. Ona görə alimlərimiz buyurur ki, insan zəkatını verəndə kiməsə çıxarıb verirsə, deməlidir ki, qardaş, bu mənim zəkatımdır. Və yaxud da bu filənkəsin zəkatıdır, sənə verib. Mütləq nə etməlidir? Zahir etməlidir, bəyan etməlidir. Eləcə də həmçinin zəkatını deyir, zahirdə çıxarmaq, məsələn, insanlardır, elə insanlardır ki, görürsən ki, onlar da imkanlı insanlardır. Yəni, sən də zəkat çıxartırsan və onların da artıq imkanı var ki, zəkat çıxarsınlar. Lakin, yəni, onlar təzədirlər İslamda və sən onların yanında zəkatdan danışırsan və öz pulundan çıxardırsan, deyirsən ki, mənim bir belə zəkatım var, mən bu zəkatımı inşallah verəcəm kasıblara. Yəni, bunu etmək həmçin deyir, fəzilətlidir. Nəyə görə? Çünki o birilər də baxıb sənə o zəkatlarını çıxarsınlar. Çünki o fərzdir. Və buna da burada İmam Bağvi rahimehullah misal çəkir. Deyir ki, kəsalatil məktubəti fil cəmaə əfdal. Necə ki, deyir, məsələn, cəmaat namazını qılmaq, cəmaatla bir yerdə daha fəzilətlidir. Yəni, məsələn, sən evindən çıxırsan, düzdür, dəstəmaz alırsan, evindən geyinib çıxırsan, ətirlənsən, gedirsən hara? Gelsən cəmaat namazına.
Gedirsən cəmaət namazına, məscidə. Yəni sən məscidə girəndə cəmaatla bir yerdə namaz qılırsan. Yəni səni hamısı görür. O ibadət edirsən. O yolu gedirsən, gəlirsən hər gün və ola bilsin ki, sənin getdiyin o yolda yaşayan elə insanlar var ki, onlar ibadət əhli deyillər. Onlar səni görürlər və bilirlər ki, sən məscidə gedib gəlirsən. Sənin bu əməlin zahirdir, düzdür? Yəni özünü zahir eləyirsən. Yəni bu əməlin sənin zahirdə olsa da niyyətin nədir? Sadiq Allah üçündür, bu bir. Və ikincisi də ki, bu namaz fərzdir və kişilər üçün onlar məsciddə qılmalılar. Yəni evdə yox, məscidə getməlidirlər. Bu iki. Və yolda da getməyin sənin həmçinin bir növ nədir? Dəvətdir qeyri-müsəlmanlara və başqaları üçün. Və ona görə də zəkatın da verilməsində onu zahir etmək, yəni demək nədir? Daha fəzilətlidir. Amma sədəqəyə gəldikdə isə onu gizlətmək daha fəzilətlidir. Yəni insan öz malından bir sədəqə vermək istəyir. Yəni bir kasıb ailəyə kömək eləmək istəyir və yaxud da bir kasıb insana yardım etmək istəyir, kimisə geyindirmək istəyir və s. və s. Alır onu gizlincə, heç onun xəbəri olmadan ona çatdırır. Hansısa bir yolla. Aydındır? Yəni bunu şey eləmir, yəni açıb ağartmır. Aydındır? Və buyurur ki, həmçinin Şeyx İmam Bağır rahimehullah və nafilətu fil beyti əfdal. Məsələn, nafilə namazlar deyir, evdə deyir daha fəzilətlidir. Yəni fərz namazlarını sən gedib məsciddə qılırsan, nafilə namazları isə evdə qılmaq daha fəzilətlidir. Yəni onları məsciddə qılmırlar. Necə ki, məsələn, görərsiniz o sufi təriqətləri türk məscidlərində, hətta burada qılan kimi sırası dururlar, sünnətləri qılırlar. Bəs evdə nə qılacaqsan? Aydındır. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, hədislərindən birində evlərinizi deyir qəbirstanlıqlara döndərməyin. Yəni oranı namazsız qoymayın. Yəni orada namaz qılın. Çünki qəbirstanlıqda namaz qılınmaz. Aydındır. Ona görə evləri də yəni qəbirstanlığa döndərməyin ki, yəni namazsız qalsın. Xeyr. Yəni namazınızın nafilələri evinizdə yəni yerinə yetirin. Və qilə əl-əyə fiz-zəkat. Həmçinin deyilib ayə zəkat barəsindədir. Vacib olan zəkat. Kənəl ixfə fiyhə xeyran alə əhdi Rasulillah sallallahu aleyhi ve sellem. Əmmə fi zəmanina fəl-izharu əfdalu həttə lə yüsəə bihi zan. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında hətta zəkat belə gizlində verilirdi. Zəkatı gizlində verirdilər. Aydındır. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında. İmam Bəğavi buyurur ki, amma deyir bizim zamanımızda isə, yəni İmam Bəğavi rahimehullah Peyğəmbər sallallahu aleyhi ve sellemdən yəni 200 il sonra olub. 200 il sonra. Yəni 2 əsr sonra. Buyurur ki, İmam Bəğavi rahimehullah deyir ki, amma bizim zamanımızda isə deyir, onu deyir zahir etmək, yəni zəkatı zahir etmək, zahirdə verməkdir, daha deyir fəzilətlidir ki, hətta pis bir şey zənn olmasın ortada. Yəni pis fikirləşməsinlər. Qavluhu Teala və yukaffiru ankum min seyyiatikum. Və deyir Allah Azze ve Celle sizin deyir günahlarınızı bağışlayar. Burada deyir günahlarınızı bağışlayar, yəni günahlarınızdan olan məqsəd burada nədir? Yəni kiçik günahlardır. Yəni kiçik günahlarınızı bağışlayar. Aydındır? Yəni kiçik günahlarınızı bağışlayar. Çünki böyük günahlar əziz qardaşlar, yəni sədəqə ilə böyük günahlar bağışlanmır. Yəni insan sədəqə verməklə günahlara həmçinin bağışlanır. Aydındır? Lakin hansı günahlar bağışlanır? Kiçik günahlar. Ona görə böyük günahlar Allah Azze ve Celle onlar üçün şərt qoyub tövbəni. Mütləq insan böyük günah üçün tövbə etməlidir. Xüsusən. Yəni hər bir etdiyi böyük günah üçün xüsusən onun üçün tövbə etməlidir. Aydın, amma kiçik günahlar isə onlar həm sədəqə verməklə, həm zəkatını verməklə, həm Ramazandan Ramazana oruç tutması ilə, cümədən cüməyə məscidə gedməsi ilə, hər namazdan namaza, namaz ortası və s. bunların hamısından necə varid olub, sünnədə nə olur?
Allah Azze ve Celle insanın günahlarını bağışlayır ve buyurur ki vallahu bima ta'maluna habir. Allah sizin ettiklerinizden haberdardır. Ve bu kadar arkadaşlarım. Allah subhanahu bize işte faydalanan kullardan etsin. Subhaneke Allahümme hamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruke ve etubu ileyk.